Hamınıza salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə 8-ci sinif biologiya 1-ci hissə səhifə 60-ın tapşırıqlarını sizə başa salacağım. Öyrəndiklərinizi tətbiq edin. Məktəbli müxtəlif fəaliyyətlər zamanı ürək döyüntülərini sayır və cədvəldə qeyd edir. Fəaliyyət növü 1 dəqiqədə ürək döyüntülərini sayır. Fəaliyyət növü dərs 1 dəqiqədə ürək döyüntülərinin sayı 75. Velosiped sürmək 150 dəfə, sürətli yerimək 100 dəfə. Müzakirə edin, hansı fəaliyyət zamanı onun bir ürək siklinə sərf olunan zaman vaxt ən az olmuşdur. Velosiped sürmək. Hansı fəaliyyət zamanı onun bir ürək sikli 0,8 saniyə olmuşdur. Dərs oxumaq. Hansı fəaliyyət zamanı onun ürəyindən daha çox miqdarda qan keçmişdir? Nə üçün? Velosiped sürmək. Çünki ürəyinin bir də sikli daha az olan daha çox qan deməli keçir. Belə dövr etmiş kimi olur. Yəni öyrəndiklərinizi yoxlayın. Bir ürəyin quruluşu onun funksiyası ilə necə əlaqəlidir? Məsəl üçün bildiyiniz kimi ürəkdə aypara qapaqları, taylı qapaqlar olur. Həmin bu qapaqlar vasitəsilə qan bir istiqamətli hərəkət edir və beləliklə bu da ürəyin quruluşu vasitəsilə onun funksiyasını yerinə yetirməsi bir olur. İnsanda ürəyin hansı kameralarında venoz qan keçir? Sağ qulaqcıq və sağ mədəcikdə. Uyğunluğu müəyyən edin. Taylı qapaqlar 1, ortaq 3, aypara qapaqları 2. Ürək siklinin birinci fazasına bağlı olur. Burada aypara qapaqları. Çünki həmin bu zaman qulaqcıqlardan qan mədəciklərə doğru gedir və beləliklə aypara qapaqları bağlı olur. Amma taylı qapaqlar isə həmin moment açıq olur. Qulaqcıqla mədəcik arasında yerləşir. Burada taylı qapaqlar. Dediyim kimi qulaqcıq ilə mədəcik arasında taylı qapaqlar yerləşir. Qulaqcıqlar işləyərkən taylı qapaqlar açıq olur və həmin qan mədəciyə doğru gedir. Qanın bir istiqamətdə axmasını təmin edir hər ikisi də. Mədəcik ilə arterial damar arasında yerləşir aypara qapaqları. Ürək siklinin ikinci fazasında bağlı olur taylı qapaqları. 1-ə BE, 2A D, 3C. Bu qədər dostlar, sağ olun, salamat qalın. Belə videoların çoxlu gəlməsini istəyirsinizsə abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.